Hər kəsi salamlayıram. İzləyənlərə məlumdur ki, bundan əvvəlki videomuzda Doktor Məs seriyası haqqında təqdimata başlamışdıq. Birinci hissə haqqında mümkün qədər ətraflı məlumat vermişəm. Bu videoda isə ikinci hissə haqqında məlumat əldə edəcəyik. Təqdimatımıza başlayaq. Deməli yoldaşlar, ikinci hissəmizin ən son nəşri hal-hazırda ekranda gördüyünüzdə 4-cü nəşrlə satışdadır. Yəni bütün yeniliklər, son düzəlişlər hamısı bunda təqdim olunub. İkinci hissə yenə blok, MIQ və sertifikasiya imtahanı nəzərdə tutularaq birinci hissənin davamıdır. Çünki yadınızdadırsa, izləmisinizsə birinci hissədəki proqramımız tam bitmirdi. Trigonometriyada bitirdi. Burada onun davamıdır. Beləliklə, mündəricatımıza nəzər salsaq, kompleks ədədlərdən davam eləyərək birləşmələr nəzəriyyəsi ehtimalda bitir mövzumuz. Yəni, birinci və ikinci hissə 5-ci sinifdən 11-ci sinifə qədər bütün blok proqramını, həmçinin MIQ sertifikasiya imtahanının bütün proqramını, nəzəriyyə hissəsini tam əhatəli artıqlaması ilə, isbatlarla, qeyri-adi üsullarla, maraqlı və fərqli nümunələrlə, praktik üsullarla hamısını əhatə edir. Birinci, ikinci hissəni alan, öyrənən, qavrayan blok imtahanını, MIQ imtahanını və sertifikasiya imtahanını çox gözəl şəkildə yüksək nəticə ilə yaza bilər. Buraxılışı nəzərdə tutmuram, çünki buraxılış üçün ayrı Doktor Məs kitabı çıxarmışıq. Çünki buraxılışda nisbətən mövzu müxtəsər formadadır, bu qədər əhatəyə ehtiyac yoxdur deyə o kitabı ayırmışıq ki, 3-cü qruplara, 4-cü, 5-ci qruplara çətin olmasın. Yenə mövzular dediyimiz kimi bölmənin içindəkilərlə başlayır. Hansı hissələrin verildiyi göstərilir, həmin hissələrin hansı səhifədə olduğu göstərilir, əhatəli şəkildə isbatlarla, nümunələrlə, hətta bəzilərinin izahı da, niyyəsi də verilir. Xüsusilə fəza bölməsində çətinlik çəkən yoldaşlar, burada fəzanı mümkün qədər daha ətraflı, izahlı, asan şəkildə və görüntüyə önəm vermişik ki, təsəvvür doğru yaransın. Hər kəsdə əsas fəzada əsas təsəvvürü doğru eləmək lazımdır. Həndəsənin planimetriya hissəsini yaxşı başa düşən, qavrayan uşaqlar həndəsənin əsas anlayışlarıdır, üçbucaqlardır, çevrədir, dördbucaqlardır. Bu hissəni qavrayan uşaqlar burada da, fəzada da təsəvvürü genişlətdikdən sonra çox rahat şəkildə fəza suallarını işləyə biləcəklər. Sırf DİM-in imtahanlarında, MIQ və sertifikasiya imtahanlarındakı sual tiplərinə uyğun mütləq şəkilli nümunələr, mütləq izahlar, qaydalar və isbatlar təqdim olunub. Məsələn, burada elə xüsusi qaydalar var ki, şəkilli şəkildə göstərilib. Onları başqa kitablarda demək olar ki, tapmaq mümkün deyil. Sadəcə diqqətlə, səbirlə, əzmlə araşdırmaq və öyrənmək lazımdır. Doktor Məsin ümumiyyətlə əsas yazılma məqsədi, mahiyyəti odur. Riyaziyyatı anlamaq, dərk eləmək, ondan sonra qavramaq. Xüsusilə fəza hissəsini Doktor Məs 2-də kifayət qədər ətraflı verdiyimizə görə, istəyir isbatlar mənada, istəyir şəkillər, nümunələr, düsturlar, qaydalar, hər birini ətraflı şəkildə verdiyimiz üçün 3-cü hissədə hələ ki fəzaya yer verməmişik. 3-cü hissə haqqında videomuzu izləyərkən nə dediyimi anlayacaqsınız. Bəzi fiqurların açılışları, bəzi fiqurlar üzərində hərəkət zamanı ən qısa məsafələr hər biri kitabımızda qeyd olunub. Məsələn, kürənin həcminin niyə 3/4 Pier kubu olduğunun, kürə hissələrinin bəzi düsturlarının niyə elə olduğunun hər birinin izahını aydın, açıq və mümkün qədər sadə şəkildə təqdim eləmişik. Ehtimal hissəsi də bildiyiniz kimi bizdə biraz daha çox çətinlik çəkilən sahələrdən biridir. Onu da mümkün qədər geniş misallarla, ən sadəsindən çətininə, mürəkkəbinə doğru xüsusi metodlarla, xüsusi üsullarla təqdim etmişəm. Ümid edirəm ki, hər kəsə çox böyük kömək dəyəcək və imtahanlarda da ən gözəl uğurları əldə etməklərinə nail olacaq. İnşallah bu videomuz da sizin üçün faydalı oldu. Ümid edirəm ki, Doktor Məs kitablarının özü onların təqdimatından daha çox faydalı olacaqdır sizin üçün. Hər birinizə uğur gətirsin inşallah. Əlavə təklifi, iradı, sualı və ya hər hansı bir fikri olan izləyici mütləq şərhlərdə fikrinizi yazın. Hər birinizi mütləq cavablandıracağım. Təşəkkür edirəm.